Salam əziz izləyicilər. Bu mənim hal-hazırda evi qızdıran kombimdir. Adı Nova Max'dır. Köynəyini çıxartmışam. Nə üçün çıxartmışam? Tez-tez videolar çəkim, izləyiciləri tanış eləyə bilim deyə də hər dəfə açıb bağlamaq çətindir. Ama bu görünüşü budur, üstü borusu. Bunun altında qazanxanadır. Qaz burada yanır və isinjör da yuxarıda. İçindən su keçir, su orada qızır. Bu paneldir. Üst köynəyində olur, ona görə belə qoymuşam. Görünsün deyə. Üst köynəyi də çöldədir. Bu qarabqanın içində bunun beyni yerləşir, idarə etmə platası. Bu qaz valfıdır. Gördüğünüz kimi bu onun modülyasiya sarğısıdır. Burada da 2 dənə klapan açıb bağlayan sarğısı var. Bax o gördüyünüz, bax bu. Əlimi çəkim, bax bu. Bu 2 funksiyanı yerinə yetirir. Bir aşırı təzyiq klapanıdır. Suyun təzyiqi 3 bardan çox olanda açılır və o şlankdan aşağı su damcılıyır, ya tökülür, ya nə bilim nə olur. Deməli, bu pompadır. Pompanın 3 sürəti olur. 3-cü, 2-ci, bu da 1-ci. Bunu fırlatmaqla istənilən sürəti seçə bilirik. Bax, bu görünən, bax bu krandır. Rusca podpitka kranı deyirlər. Təzyiqi qaldırmaq üçündür. Təzyiq düşəndə, indi manometrdə göstərim, açıram bunu. Gördüğünüz kimi təzyiq qalxır. Aha, indi bağlayıram. Bağladım. Və bu təzyiqi artırmaq üçündür. Deməli, bu belə bir şey var burada. Bax, burada da deşiyi var. Bu nə üçündür? Bu suyun içində yaranan hava ki var, onu kənarlaşdırmaq üçündür. Avtomatik olarak avtomatik klapanlı, hava klapanı. Bax, bu deşikdən hava çıxır. Bu radiatorlarda gedib yığılmır. Bax, o avtomatik olarak o funksiyonu yerinə yetirir. Bu datçikdir, sensor da deyirlər. Biri də o biri tərəfdədir. Vacibdir onu göstərmək. Başqa videolarımda da çox göstərmişəm onu. Daim izləyicilərim üçün onu izah eləməyə ehtiyac da yoxdur. Bu onun qapağıdır. Buradan tənzimlənir. Minimum, maksimum təzyiq qaz üçün burada tənzimlənir. Və o nə üçündür? Evin bir güc tələbi var. Tutaq ki 15 kilovatdır, 20 kilovatdır, ya 10 kilovat, ya 8 kilovat evin radiatorlarının tələb etdiyi güc. Bir də var kombinin gücü. O güc nədən asılıdır? İçəridə orada alov yanır, görürsünüz. Bax, orada farsunkalar sayından və həcmindən, o qazanxananın həcmindən asılıdır bunun gücü. O gücü tənzimləyirlər ona görə ki, kombi düzgün rejimdə işləsin. Əgər az güc tələb eləyən mənzilə biz çox güclü kombi qoyuruqsa, o qeyri-düzgün rejimdə, israfçı rejimdə işləyəcək. Tez-tez yanıb sönəcək və o istilik də üstü bacasından çıxıb gedəcək
o bacadan çıxıb gedəcək çölə. Ona görə kombi quraşdırılanda qabiliyyətli usta tapın, onu tənzimləsin. Aşkarlasın ki, sizin evə nə qədər güc lazımdır və həmin gücə minimum maksimum təzyiqlərlə bax bu qaz valfından bu rejimi qoysun. Burada biri də var. Bu da yenə izləyicilər üçündür. Mən izləyicilərimi çox istəyirəm. Ona görə bu əziyyəti verib, bax bunu da bura qoymuşam. Bunu da açıq qoymuşam. Gördüğünüz kimi bu xeyli mürəkkəbdir. Bu pompadır. Həm də bu iki esenjorludur. İki esenjor. Bax, bala esenjor buradadır. Bax bu hissədə. Görürsünüz. Bir də göstərərəm, işıqlandıra bilsəm. Bax. Bax o qabırğalı ağ paslanmayan poladdan. O bala esenjordur. Ana esenjor bax burada qazanxanada krışkanın altındadır. Bax burada aşırı tezlik klapanı var. Var çıkıldıyır. 3 bardan yuxarı təzyiq yarananda buradan su axır kənara. Onda şlanğı var. Şlankla lazım olan yerə axıdılır. Bir də bir klapan da var. Bu isti su üçündür. İsti su kanalı üçündür. Bu da həmin funksiyanı yerinə yetirir. Bu həm də təzyiq artıq olanda manometrdə gördüyünüz təzyiq artıqdır. Bunu bir dəfə belə çıqıldadırsınız. Normal olursa olur, olmursa bir də çıqıldadırsınız. Bunu normaya qoyursunuz təzyiqi. Qaz valfı bunun sağda yerləşir. Sağda yerləşir. O da yenə bu sarğı, modulyasiya sarğısıdır. Bu da aşağıda isə klapanı açmaq üçün sarğı yerləşir. Bunun bir başqa termos qabı da var. İsti su tez gəlsin deyə daim isti su qalır o bakda. O baktan suyu açan kimi isti su gəlsin deyə orada yerləşir. Burada da yenə sensorlar var. Bax bu sensor 1. O işıqlandırmanın da. Bax o 2. 1, 2, 1, 2. Aha. Hava klapanı var. Bir sensor da burada var. İstiliyi ölçmək üçündür. Bu mürəkkəbdir. Mürəkkəb olduğu üçün də aşırı temperatur daçkidir. Buna avarini deyirlər rus dilində. Yəni 95 dərəcədən yuxarı qalxanda temperatur bu özü söndürür kombini. O da orada fandır. Üstünü çölə vurmaq üçündür. Çöldən soyuq havanı çəkir və bax bu ocaqlıqdan üstünü götürüb çölə vurur. O presosstatdır. Şlanqını da görürsünüz, naqillərini də. Fan işləməyəndə o presostat vəziyyəti dəyişmir və ona görə beyinə komanda gedir ki, fan işləmədi, qazı açma və ocaqlığı yandırma. Bax bunları dedim sizə. Sağ olun, sağlıqla qalın. Abunə olsanız daha yaxşı, daha çox məlumatlı olarsınız. Hər xırda şey üçün usta çağırmağa ehtiyac qalmaz. Özünüzü aradan qaldıra bilərsiniz. Digər tərəfdən, mənim niyə bu kanalım var? Siz çətinə düşəndə suallarınızı yazasınız, mənlə əlaqə saxlayasınız, mən sizə məsləhətlər verim. Bax, bu da elə bilirəm savab işdir və ona görə siz də abunə olun, əlaqədə olun. Artıq texnika əsridir, bütün görürsünüz də məişətdə nə qədər elektrik cihazları var, hamısı da
texniki bilgi tələb eləyir. Ona görə elementar bilgiləri özünüz bilməlisiniz. Bilməsəz çətin olacaq. Ya bir nəfərlə, ya iki nəfərlə qeyri-rəsmi də olsa müqaviləniz olmalıdır ki, qulluq eləsin sizin paltar yuyana, kombiyə, qızdırıcıya. Ya da özünüz az çox o elementar bilgiləri əldə eləməlisiniz. O əldə eləməyin yolu da mənim kanalımdan keçir. Abunə olursunuz, anlayışınız olur. Bəzi məsələləri özünüz ustasız həll eləyə bilirsiniz. Sağ olun, sağlıqla qalın. Bəyənmələrinizi gözləyirəm. Abunəçilərimin sayını artacağını gözləyirəm, ümid eləyirəm. Sağ olun.